Salam Elnur bəy, xoş gəlmişsiniz bizim etiraf layihəsinə. Biz çoxdan sizi gözləyirdik. Qismət bugün imiş. İnanıram ki, maraqlı bir söhbət alınacaq sizinlə. Çox sağ olun dəvətə görə. Etiraf, bilirəm, baxmışam bütün həmkarlarımın fikirlərinə. Çoxsuna razıyam. Çoxsunun fikirləri çox önəmlidir. Sadəcə olaraq ən sondakı o etiraf bölümündə hələ də nə deyəcəyimi düşünə bilmirəm. Çünki nəyə etiraf edəcəyimi hələ də bilmirəm. Amma eləməlisiniz. Layihə Format bunu tələb edirsə edəcəyik və çox sağ olun ki, dəvət elədiniz. İlk növbədə deyim sizə ki, Samir xanım, mən ümumiyyətlə müsahibələrdən son illərdə çox qaçıram. Və bu kimi görüşlərdə yalnız hər hansı bir tamaşa ilə bağlı və yaxud hər hansı bir layihə ilə bağlı fikirlər üçün müzakirə apara bilirəm. Amma xatırlayırsınızsa, illər əvvəl sizinlə bir görüşümüz olmuşdu bu teatrda. O da çox maraqlı bir görüş idi, yadda qalan idi. Amma bugün sizinlə görüşməyimin səbəblərindən biri odur ki, siz təkcə peşəkar jurnalist deyil, siz təkcə yazar deyil, həmçinin artıq teatrın içində bu ailənin bir üzvü olaraq bu teatrın atmosferini duyan, hiss edən, yaradıcı prosesi yaxından izləyən və həmçinin qarşınıza məqsəd qoymuşsunuz, çox uğurludur, sizi də təbrik eləmək istəyirəm. Çox sağ olun. Belə təbrik eləmişdim, amma hal-hazırda əldə etdiyiniz uğurlar, diplom tamaşalarınız olsun, tədrisiniz olsun, sevginiz olsun. Bunların hər biri artıq sizinlə rahat bir şəkildə danışmaq üçün mənə də rahatlıq verdi. Bilirəm ki, siz artıq mənimlə jurnalist, aktyor münasibəti deyil də, artıq bu atmosferi duyur. Ailə üzvü kimi. Və hər şeyi dəqiq bilən bir insan kimi o sualları verəcəksiniz deyə mən də sizə rahat cavab verəcəm. Əla. Mən elə siz dediniz, bəzi müsahibələrə baxdım və sizlə olan müsahibəmizi təkrar oxudum və fikirləşdim ki, çox həqiqətən də enerjili bir müsahibə olmuşdu. Mənim yadıma gəldik, burada oturduq, bir xeyli söhbət elədik və mən Gənc Tamaşaçılar Teatrında ümumiyyətlə çox az aktyorlardan müsahibə almışdım o dövrlərdə. Daha çox başqa teatrlara üst tuturdum, çünki bölürdüm. Və o azlığın içərisindəydiniz, yəni az olan insanların içərisindəydiniz. Nə yaxşı ki, elə o vaxtı biz sizinlə tanışlığımız o vaxtdan başlayıbdı. Amma deyim sizə ki, sizin də işiniz çox da asan məsələ deyil. Çünki Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti olmaq, komandanızın peşəkar olmağı və komandanızın tamaşaları, aktyorları, yaradıcı prosesi duymağı bizim üçün də rahatdır. Bir var ki, biz tamaşa günündə dəvət edirik, mətbuat xidməti gəlir, hər hansı bir cümləni yazırkən, bugün premyera oldu, bugün belə oldu, filan dramaturg, filan tamaşa, bir cümlələr yazırlar. Bir də var ki, sizin yazdığınız cümlələrdə artıq o məşq prosesindən, oxunuşdan gedən zəhməti də görmək olur o cümlələrdən. Və yaxud siz tamaşaları dəfələrlə izləyirsiniz komandanızla bərabər, sonra istər daxili baxış olsun, istər premyerada olsun ki, artıq o şəkillər komandanın, o komandanın çəkdiyi şəkillərin özündə bir yaradıcı atmosferi duymaq olur. Yəni şəkil olaraq deyil də, yaradıcı məqam olaraq artıq biz onları görə bilirik. Ən sonda Hacıqara idi. Hacıqaranı da gördük. Mükəmməl bir iş ortaya çıxdı. Çox sağ olun. Siz sağ olun. Elnur bəy, ola bilər ki, mənim sizə bugün verdiyim sualların bəzilərinə siz mediada, televiziyada, yəni kanallarda cavablandırasınız. Ola bilər təkrar suallar verə bilərəm ki, bundan qaçmağa çalışmışam. Amma nəzərə alaq ki, bu layihə ümumiyyətlə teatrın arxivi üçün nəzərdə tutulub. Başlanğıcdan belə nəzərdə tutulub rəhbərlik tərəfindən və ona görə də burada danışacağınız hər bir şey artıq tarix olacaq. Bəlkə də başqa saytlardan nə vaxtsa silinə bilər, deaktiv ola bilər, amma bizdə həmişə aktiv olacaqdır. Ona görə də yəni bunu nəzərə alın. Gəlin başlayaq ondan. Daha doğrusu nədən başlayaq? Şəfiqə xanımın sizə 3-5 verməsindən, yoxsa Gülşad xanımın sizə teatra gətirib 2 tələbə məqamı ilə, özünüz bilirsiniz nəyi deyirəm. O hansından başlayaq? Mənə gəlir ki, ora qədər də bir yolum var idi mənim. Çünki ora qədər olan yolumu unutsam, biraz özümə bağışlamaram bunu. Çünki mən İncəsənət Gimnaziyasının tələbəsi olmuşam. Və mənim ilk illərimdə, ilk addımlarımda böyük sənətkarlar mənə dərs deyiblər. İncəsənət Gimnaziyasında. Bu məktəb formatında olan bir təhsil idi. Amma deyim sizə ki, məktəb formatında dedikdə bizim orada hər ay verdiyimiz imtahan
institutun qəbulunda bir dəfə verdiyimiz imtahan. Yəni hər ay verdiyimiz qabiliyyət imtahanının ən iyi yaxşısını seçib bir dəfə institutda verdik. Yəni, düşünün ki, biz illərlə bu qabiliyyəti hər ay verirdik. Bəli. Və mənim yolumun üzərində çox böyük dahi insanlar dayanıb, onların hər bir sözü mənim şəxsən öz yaddaşımdadır. Bunun mənə, mənim övladlarıma aidiyyatlığı var ki, mən onlarla bölüşürəm o sirləri ki, yadda saxlasınlar. Məsəl üçün, mənim ilkin addımlarında 89-cu ildə Tofiq Quliyev olsun, Firudi Mehdiyev olsun, Oqtay Rəcəbov olsun, çox insanların məni imtahansız qəbul etməyi o vaxtı 8 nömrə musiqi təmayüllü internat idi. Hə. Belə xüsusən məni qəbul etməkləri gimnaziyaya məni daha da sevindirmişdi. İndi dərk eləyirəm onu. O vaxtı heç nəyi dərk eləmirdim. Çünki artıq mən işləyərəkdən gəlmişdim. Mən çox uşaq yaşlarından işləməyə başlamışdım deyə. Oradan başladı yolum. Oradan təsəvvür eləyin ki, mənim yolumun üzərində nə qədər böyük insanlar dayandılar. Mən 4 il skripkaya getmişəm. Mənim müəllimimin tələbələri, mənim sinif yoldaşlarım hal-hazırda simfonik orkestrda çalışırlar. Yəni, onlarla bərabər skripkaya getmişim. Onları görəndə çox sevindim ki, bir yerdə skripka ifa eləmişik. Paralel vokalla getmişəm. Vokalla bərabər, yəni bir ad deyəcəm, Samir Cəfərov, Zaur Əmiraslanov, Ülvi Cəfərov. Bunların hər birinin müəllimləri mənim də müəllimim olub. Sonra, məsəl üçün, Mələk xanım Ülviyə dərs istəyirdi, mənim Ülvi sinif yoldaşım olub. Mən onun dərsində oturmuşam, Tükəzban xanımın dərslərinə girib. Kimləri görmüsünüz? Yəni, onların da xeyir dualardan oluşur. O ki, qaldı mənim sənət müəllimlərinə. Əminə Yusif Qızay, Salayev, Ənvər Əbuluc, Aida xanım var idi, Roşadı, Məmməd Kamal Kazımov. Bunlar bizim məktəbdə müəllimlərimiz oldular, sənət müəllimlərimiz. Və onlar bizdən daha çox tələb eləyirdilər. Nəinki institutda. Artıq bizi o qədər rahat bir şəkildə yetişdirmişdilər ki, ona görə sizin sualınıza gəlib çatıram vaxt itirmədən, Şəfiqə xanımın qabiliyyət imtahanındakı 3-5 verməyi mənim üçün o qədər də qəribə gəlməmişdi. Sözün əsl mənasında. Çünki o atmosferi gözləyirdiniz? Gözləmirdim. O atmosferə düşməyimin səbəbi Ülvi olub. Mən həyatımın sonuna qədər Ülviyə minnətdarlığımı bildirəcəm. Ülvi Cəfərovdan söhbət gedir, uzun illər burada çalışıb. İndi də çox maraqlı bir yaradıcılıq yolu var, uğurlar arzulayıram ona. Mən hərbiçi olmaq istəmişəm. 90-91, 90-cı ildə yaşadıqlarımız 20 yanvar bizim evimizin əhatəsində olduğu üçün evimizdə uçulmuşdu həmin ərəfədə. Həmin izlər indiyə qədər də bizim qonşuluqdakı bir çox binalarda qalmaqdadır. Mən hər il Şəhidlər Xiyabanı, təbii ki, bu bizim qürur yerimizdir, gedirik, minnətdarıq. Amma mənim üçün o tarixi yenidən yaşayacağım bina var. O binanın üzərindəki güllə izlərini görürəm. Çünki gözümlə görmüşdüm həmin o güllə izlərini, həmin o tarixi. Və 91-ci ildə baş verən hadisələr, Salatın Əskərovanın hadisələri, ondan sonra baş verənlər Xocalı mənim məktəbdən 2-3 dəfə qaçmağıma səbəb olmuşdu. Bizim bir direktor müavinimiz var idi, Vaqif müəllim, Allah ona rəhmət eləsin. O məni dəfələrlə gətirib. Mən könüllü getmək istəyirdim. Müharibəyə qaçırdınız. Qaçmışam ki, 3 dəfə o məni qaytarıb. Maraqlıdır. Yəni, necəsə hiss edib və uşaqlardan soruşurdu. Və mən hərbiçi olmaq istəyirdim. Arzum buydu, yalnız və yalnız hərbiçi olmaq. Və sonuncu görüşümüzdə Ülvi ilə çox maraqlı oldu. İndiki Space televiziyasının qarşısında o vaxtı Cəfər Cabbarlarla kino teatr var idi. Biz orada görüşürdük, kinolara gedib orada baxırdıq, premyeralara baxırdıq orada. Orada görüşdük, söhbətlərdə Ülvi dedi ki, ay qardaş, biz bir yerdə oxumuşuq, sən dərsləri çox yaxşı oxuyursan. Yəni, pis də oxumamışam doğrudan da. İndi təbii ki, riyaziyyat, kimya, fizika bunlardan çox zəif olmuşam. Müəllimlərimin sayəsində, onların dəstəyi sayəsində hər hansı bir qiymətlər almışam. Amma digər fənlərə çox böyük marağım var idi. Və o mənə dedi ki, dərslərim də yaxşıdır, qiymətlərim də yaxşıdır. Aktyorluq baxımından da yəni kifayət qədər yaxşıdır. Çünki buna qədər çox layihələrimiz olub. ASTV-nin arxivində olmasın, bu olsun, bugünə qədər qalmaqdadır. Sonra oradakı aktyorlarımızın hər biri orada çəkilən şagirdlər. İndi bir-bir teatrlarda işləyirlər. İlk addımı Elnur Hüseynov atıb. Ülvünün sayəsində Loğman Kərimov Elnuru o tamaşadan seçdi, gətirdi. Sonra mən oradan seçildim. Sonra orada Ceyhun Əli var, hal-hazırda bizim diktorumuz, hamını tanıdığı.
o da orada var. Zaur Əmiraslanov, o da orada var. Yəni çox insanlar var idi ki, oradaydı. Və oradan seçildik. Yəni bu kimi gözəl bir yol gəldi, çatdıq və Ülvünün təkidi ilə dedi ki, qardaş, səndən heç nə istəmirəm ki, sənədləri ver, mənlə bir yerdə gedək imtahan verək, qabiliyyət. Biz bir yerdəyik, mən səni tək qoymayacağam. Bir yerdə qabiliyyət verək, keçmədən onsuz da gedəcəksən əskər. Dedim, razılaşdım, gedək. Gəldik. Mən də bilirəm də, indi bizə elə öyrətmişlər ki, məsələn, imtahana gedirsən, imtahan geyimində olmalısan. Təbii ki, mən də o isti yay günlərində qalstukumu, pencəmi giymişdim ki, imtahana girəcəm də. Və daxil olduq. Sadəcə olaraq orada Ülvidən bir anda incidim. Qayıtlar ki, musiqili teatr fakültəsi üçün aktyorlar Ülvi keçdi. Dedim, bəs mən dedi ki, sən dramdasan. Mən dedim, dram nədir? Dedi ki, sən dramdasan. Tam səviyyə deyirəm sizə. Bizə də Malakan bağındaydı ki, Üniversitet Universiteti çox gözəl yeriydi, yaradıcı mühit idi. Getdi o, sonra dedilər ki, yaxşı sən də gəl keç. Mən də keçdim. Ülvi dedi ki, qardaş, məndə səs olduğuma görə, yəni artıq səsi vardı, 98-dən burada işləyir. Bəli. Teatrda işləyir. Mahmud Bərəyimdə çox gözəl bir yeri var idi. İnanılmaz gözəl bir muğam oxuyurdu orada. O kadrlar var, xatirdə var. Mən arada bir araşdırıram, axtarıram o səhnələri. Keçdik. İmtahan dedilər, daxil oldu, girdim. Şəfiqə xanım, mən bu qadını tanıyıram da. Yəni, onsuz da bilirəm, yəni demirəm ki, mən məlumatsızam. Xeyr, aktyorlarımızı tanıyıram. Çünki filmlərə çəkilmiş, ona qədər müəllimlərim görün kim olub ki, onlar bizə hər şey başa salıblar. Sadəcə olaraq artıq onlarla qarşısında. Sanki bu belə bir məsələdir. Özünüzü itirdiniz? Xeyr. Yox. Niyə görə? Çünki ilk sualları bu oldu ki, nə bilirsən? Dedim, hər şey. O da qayıtdı ki, əlbəttə ki, bura gələn alim olur. Mən sadəcə olaraq o sözü nə üçün dedim? Çünki qabiliyyət imtahanında tələb olunanları mən hər ay məktəbdə verirdim axı. Artıq bildiniz. Yəni bir var ki, mən bir hekayə hazırlaşım və məndə artıq bir 10 hekayə var. 20 şeir var, etüd var nə qədər. Bildiniz? Yəni bunların hamısı mən də nağranı bitirmişəm, musiqini bitirmişəm. Hətta mənim instituta girənə qədər çox maraqlı bir həyat yolum var idi ki, mən uzun müddət klarnet ifaçısı olmuşam. Mən konservatoriyaya hazırlaşanda sadəcə olaraq səhhətimdə çox böyük və uzun illərdir, hələ də mənimlə bəlkə də sona qədər qalacaq bir xəstəliyə tutuldum. Yəni mən o klarnetlə artıq hərbini bərabər tutmuşdum özüm üçün. Ki yəni klarnet alınmasa, amma aktyor sənətim. Və imtahanda da ki, demək olar ki, bütün hər şeyi indi qabiliyyət imtahanında sual verirlər, cavab verirsən. Rəqsdir, dövlət rəqs ansamblında da getmişəm, rəqslə də məşğul olmuşam. Hətta 2 il mən Türkiyədə yaşamışam, 96-97-ci illərdə. Yəni bu kimi hadisələr var həyatımda deyə. Bunların hər biri mənim üçün çox rahat bir məqamlardan biridir. Həyəcanlıydım təbii ki, qarşıma qoyduğum məqsəddə uğurlu olmağa çalışıram hər zaman. Buna görə də qabiliyyətə də girdimsə, demək ki, hədəf qoymuşdum qarşıma, məqsədimə çatmalıydım və 3-5. Tutaq ki, aldım bunu. Çıxdım, gəlmişəm, gözüm Ülvünü axtarır ki, mən ona deyim ki, sən niyə məndən ayrı, sən musiqi, mən də gedərdim, mənim də vokal dərsim olub, özü də bilir. Mən də vokalı verərdim də, nə dəxil var ki, mən niyə ayrıldıq axı? Yəni, belə bir düşüncə var məndə. Gəldi, Ülvi deyir ki, nə oldu, neçə aldı? Dedim, bilmirəm, bax gör, burada nə yazılıb. Qadı ki, 3-dən 5 olmuşsun. Dedim ki, nədir ki bu? Dedi, çox xəyallar nəticədir. Yəni, dedim, sağ ol, gəl bura, sənin işin var. Növbəti qabiliyyət imtahanına girdik. Allah rəhmət eləsin. Ənvər Vəliyev. İkinci qabiliyyət imtahanını o götürür. Mənim də müəllimim olur gimnaziyada. Həm də biraz yerlilik kimi bir yaxınlığımız vardı. Yəni, torpaq olardı, o da dağlıdır, mən də dağlıyam. O Mikail Müşfiq sevdalısıdır, onun dərsləri bilirsiniz necədir, inanın. İndi elə peşman oluram ki, mən o dərsləri bilirsiniz necədir, ayrıca bir sənət olaraq görürdüm o dərsləri. Uşaqların, şagirdlərin, valideynləri gələndə, imtahanda oturanda necə bir böyük bir şövqlə şeylər deyirdi, yumurdu. İnanılmaz bir varlıq idi o Ənvər Vəliyev mənim üçün. Və onun ən yaxşı tələbələrindən biri Ceyhun Əlidir. Mən hər zaman o Ceyhun Əlinin səs tembrini görəndə yadıma həmin o imtahanlar düşür, şeirlər düşür. Ceyhun çox gözəl şeir deyir. Ənvər Vəliyev sanki o ruhunu ötürə bilmişdi Ceyhuna. Belə dərs keçmişik. İkinci qabiliyyət imtahanında mənə qayıtdı ki, 3 dənə 5,
özün yazmısan. Məndə bir dəcəlliyin var idi. Aha. Yəqin ki, bu dəcəllikdən gələn məsələ idi. İnanmadılar. Artıq sonda Məmməd Şah müəllim dekanımız müraciət olundu, komissiya müraciət olundu. Şəfiqə xanım da Malakan bağına yaxın bir ünvanda yaşayır axı. Teatrımıza yaxındır. Soruşdular, adam göndərildi ki, bu doğrudanmı yazılıb 3-5? Onlar təsdiqlədi ki, bəli bu 3-5 doğrudan da yazılıb. Ənvər müəllim qayıtdı ki, onsuz da mən də sən 3-5 yazacağımı bilirəm. Amma imtahanın qaydaları var ki, yenə də sorğu-sualı elədi. Beləliklə mənim institut həyatım başladı, amma evdə heç kimin xəbəri yox idi. Mənim instituta daxil olma xəbərim, cavablarım çıxandan sonra ki, artıq tələbəyəm, o zaman mən evdəkilərə bu barədə məlumat vermişdim. Ona qədər yəni, hamı məndən əlini üzmüşdü ki, mən ümumiyyətlə bu sahəyə inanmırdılar, gələ bilərəm. Bir də qonşum var idi mənim. Mən çox dəcəl olmuşam, hədsiz dəcəl olmuşam. Bir qonşum var idi, demişdim ki, orada dostlarımla danışanda demişdim ki, deyəsən incəsənətə verəcəm. O da qayıtdı ki, sənin heç qalın sənətdən başın çıxmır, qalmışdı ki, incəsənətdən. Oğlanları mənimlə yaşıtdılar. Atası demişdi mənə. O söz mənə çox toxunmuşdu. Mən hər dəfə, hər uğurumda, özlüyümdə onu xatırlayıram. Və ona cavab vermişim. Bəlkə də dünyasını dəyişib bilmirəm. Yəni artıq uzaqlaşmışam o qonşularımdan, uzun illərdir görmürəm. Amma ki, hələ də o söz beynimdədir və hələ də qarşıda da mənim uğurlarımda o sözün cavabını verəcəm. Əslində Elnur bəy, çox maraqlı həm söhbətsiniz. Danışdıqca, misal üçün, o danışdıqlarınızın içərisindən suallar çıxır. Ki, misal üçün, tale ilə bağlı hissəsi. Çünki bu birbaşa artıq həm də taleyin rolü olub da müəyyən qədər. Amma özümün suallarım da var deyə. Ona görə istəyirəm ki, öz suallarımı verim. Bax, siz özünüz elə dediniz ki, çox dəcəl olmuşam. Və o dəcəllik müəyyən yaşa qədər, belə deyək də, təbii ki, uşaq dəcəlliyi qalmır, amma böyüyün də böyük dəcəllikləri olur da. Misal üçün, mən sizlə o vaxt görüşəndə, mənim yadıma gəlir ki, siz çox emosional, üsyankar, hətta bizim müsahibəmizdə də o sızmışdı. Belə haqqını tələb eləyən, ümumiyyətlə belə üsyankar bir gənc idiniz də. İndi yaşınız bir xeyli artıb hamımızın, yəni yaşımız artıbdır. Sanki sakitləşmişsiniz, dincə belə qoyulmusunuz deyil, belə bir ifadə var. Dincə özünüzü qoymusunuz. Bu belə təsir yaradır, yoxsa yoruldunuz? Xeyr, heç nə yorulmamışam. Yorulmamışsınız. Əvvəlki enerjim qalıb, əvvəlki tələblərim qalıb, əvvəlki istəklərim qalıb. Sadəcə olaraq zaman artıq bir çox şeylərin cavabını verdi. Və yaxud bir zamanlar özümə yaxın bildiyim insanlarla bu sənət fikirlərini bölüşdüyüm insanların artıq sonradan mənsiz olaraq mənim ideyalarımı həyata keçirməklərinin şahidi olur. Olsun. Mənim üçün vacib olan Elnur Kərimov adının çəkilməməsi ola bilər. Amma çəkilsəydi də daha yaxşı ola bilərdi. Onlar həmin o layihələri həyata keçirməyə başladılar. Mühitin formalaşmağını, arzuladığım, istədiyim, üsyan etdiyim mühitin formalaşmağına gəlib çatdım. Çox hədəflərim var idi. Ürək yanğısı ilə deyirəm ki, yəni başa düşülsün ki, bu məni narahat edən məqamlardan biridir. Ona görə belə canfəşanlıqla danışıram və mənim danışdıqlarımda Elnur Kərimov yoxdur. Mənim danışdıqlarımda mənim müəllimlərimdən eşitdiyim teatr dünyası var, yaradıcılıq mühiti var. Mən onları daşıyıram, özümlə gətirirəm. Mənim hər hansı bir layihəmdə, hər hansı bir istəklərimdə Elnur Kərimov olmayıb. Mən bir çox layihələrdə olmadan həmin o layihələr həyata keçirilib. Ümumilikdə düşündüklərimin hər biri mənə elə gəlir ki, doğrudan da sürətli bir şəkildə getmək, məsəl üçün, buzlaqda gəmi gedir. Düzdürmü? Gəmi öz yolunu gedir. Buzlaqlar nə qədər qalın olsa da, onun qarşısını ala bilməyəcək gücdə gedir. Düzdürmü? Yara-yara gedir. Mənim də ideyam budur ki, biz sürətlə inkişafı doğru yolda aparsaq, kənar müdaxilələri artıq yara-yara gedəcək. Kənar müdaxilələr artıq özləri çəkiləcəklər. Ona görə çoxunluq qalıb, narahat olmuyor. Hər şey qaydasındadır. O enerjimdə qalıb, yaradıcılıq enerjimdə qalıb və indi daha çox yaradıcılıq mühitində özümü görürəm. Artıq öz dünyamı formalaşdırmağa başlamışam yaradıcılıqçı. Bura gələcəyik, amma biraz istəyirəm siz teatrla bağlı sual verim. 2001-ci ildən
siz Rəsmi olaraq. Rəsmi olaraq, amma hə, ona qədər və ümumiyyətlə siz bayaq dediniz, o teatrın bir ailə olması, ailə üzvü olması vaxt keçdikcə, mən teatrın içərisində gəzişdikcə, tamaşalar, səhnə arxası və yavaş-yavaş baxdım, həmişə bura gəlməzdən əvvəl mənə bir çox sənətkarlar, misal üçün birini misal çəkəcəm, indi yəqin özü də eşidəcək, salam göndərirəm. Bəsti xanım Cəfərova, xalq artisti. Mən bura təyin olunanda mənə dedi ki, Samirə, sən çox gözəl bir mühitə düşmüsən. Necə deyib, elə də deyirəm, Gənc Tamaşaçılar Teatrının kollektivi hədsiz dərəcədə mehribandır, hədsiz dərəcədə bir-birlərini tutandır, belə deyək, el dili ilə. Bir-birlərinin toyunda o qədər gözəl iştirak edirlər, və mən bunu zaman-zaman burada artıq özüm də bir üzvə çevrilə-çevrilə bunu zaman-zaman gördüm. Amma sizin özünüzün bəzi dostlarınız var ki, siz onlarla çox yaxınsınız. Yəni teatrın içində belə deyək, hətta bir qardaş gibisiniz. Bu mənada həm ətrafınızda olan aktyor dostlarınız, həm teatrın mühitini ümumiyyətlə milli gənc tamaşaçılar teatrı Elnur Kərimov üçün nə ifadə edir? Bəs Cəfərovaya buradan can sağlayıram. Günaydın Mələyəm filmində yaradıcılığının ilk tam metrajlı bədii filmində başroldu. İnanılmaz dərəcədə Bəs Cəfərova yükünü, Bəs Cəfərova möhtəşəmliyini, illərinin nə qədər möhtəşəm bir sənətkar olduğunun bariz nümunəsi həmin o filmdə. Oktay Qasımova təşəkkür bildirirəm ki, Bəs Cəfərovaya etimad göstərdi. Bəs xanım da ki, inanılmaz gözəl bir tarix qoydu bizim üçün bu filmdə. Ona görə can sağlığı arzulayıram. Çox sağ olsun. Fikirlərinə görə. Gənc Tamaşaçılar Teatrında gözəl bir ənənə var idi. Mən həmin ənənənin davamçısıyam. Mən bura gələndə artıq bu ənənə var idi. Bu ənənəni qorumaq və yeni gənclərin gəlmə axını başlamışdı bu teatra. Bu axın çox maraqlı axın idi. Çünki burada böyük sənətkarlar var idi, gözəl insanlar var idi. Hər birinin gənclərə olan münasibəti var idi. Gənclərlə arada o yaradıcı pərdə, münasibət pərdəsi ilə bərabər həm də sənət tərbiyəsi var idi. Mən ailə tərbiyəsinə heç vaxt qarışmıram və yaxud bununla danışmaq, hamının öz tərbiyəsi var, buna qarışmırıq. Sənət tərbiyəsi mütləqdir. Bunu formalaşdırmalısan. Sənət tərbiyəsi olmayan insanı tərbiyələndirməlisən, cəzalandırmalısan. Bu sənət tərbiyəsi olmadan heç bir insan bu teatrda qala bilməz. Sənət tərbiyəsi dedikdə də nə deməkdir? Bu divarların müqəddəsliyi bizim üçün vacibdir. Nəyə görə? Müqəddəslik dedikdə bir çox insanlar deyəcək ki, yenə başladı, teatr müəbbətdir. Bu fikirlə deyil. Baxın, burada Gülşən xanım çalışırdı, Kübra xanım çalışırdı. Onların teatr sevdasını mən duymaq istəyirəm ruhən özümdə. Nəyə görə? Çünki onlar bura teatr binası olaraq, divar olaraq, daş olaraq, divan olaraq, səhnə olaraq, maket olaraq baxmırdılar. Onlar deyirdi ki, bu teatrın yaradıcısı mənim atamdır. Onlar atasının yadigarı olaraq, atasının ruhunu duya biləcək bir yer olaraq baxırdılar bura. Gənclərə o cür yanaşırdılar, gənclərə o cür məsləhət verirdilər. Fərqli iki xarakter var idi. Gözəl xarakterdir, hər ikisinin ruhu şad olsun. O sevda təsəvvür edin və yaxud Solmaz Qurbanova var idi burada, xalq artisti, onun maraqlı teatr sevgisi var. Firəngiz xanım. Firəngiz xanımı gəlib çatacaq. Solmaz xanım. Ondan sonra çox Rafiq müəllim var idi, ruhu şad olsun, Hüseynov sərsi-bərsi deyirdi hər şeyə. Onun o tuti, belə bir səsi var idi Qaraca qızda, hələ də qulağımdadır. Firəngiz xanımın səhnəyə gəlişi isə, yəni, bizim üçün bilirsiniz nə idi? Sanki tamam başqa bir, belə bir düşüncə olur, filmlərdə var bu. Oturursan haradasa, birdən gözünə bir ağ mələkdir, tüstünün içində kimsə gəlir, nəsə deməyə başlayır və sən bir anlıq gözlərini belə eləyirsən, baxırsan ki, bu yuxudur, nədir, anladınız mı? Bəli. O kimi insanların səhnəyə çıxmağı bizimlə bərabər, yəni biz onlarla bərabər də səhnə çox unikal idi. Çünki onlar hər şeyi dəqiq ölçürdü. Təsəvvür edin, 7-də başlayan tamaşada 6-da artıq hamı hazır vəziyyətdə otururdu kulisdə. Və bizim ixtiyarımız yox idi ki, onların qarşısından ki, bilirsiniz də bizdə iki kulis var. Bir kulis onların idi.
Yəni onların adına deyil deyə bunu doğru düzgün anlasınlar. Onlar əyləşəndə biz onların qarşısından keçə bilməzdik, çünki bu böyük hörmətsizlikdir. Biz digər kulisdən keçib gəlməliydik və lazım olarsa səhnənin arxasından keçə bilərdik. Əgər o biri kulisə keçmək istəyirsinizsə. Yəni belə bir ənənə var idi. Bu ənənə çox uzun illər yaşadı. Çox da maraqlı ənənə idi. Və yaxud məşq prosesində bəzən pıçıltı eşidirdin. Hansısa bir sənətkar keçib qulağı nəsə pıçıldayırdı. Məsələn, mən onu unutmuram ki, Fərəngiz xanım bir dəfə məşq elədiyimiz halda artıq belə ki, gözümə bax, davam eləyək. Gözümə bax, davam eləyək. Ondan sonra artıq təbii ki, Gülşad xanımın bütün dediklərinin hər biri gözümün qabağına gəldi, çatdı. Gülşad xanım deyirdi, amma real həyatda onu həyata keçirmək üçün tətbiq eləmək. Və bu eyni sözü eşitdim, ustadımdan eşitdim və qarşımda Firəngiz Şərifova dayanıb, o mənə eyni şey deyir, gözə bax və artıq ondan sonra nə qədər rahat olduğumu düşündüm. Yəni, bildinizmi? Bir gözümə bax demək, bir eşit demək, nə qədər rahatlıq verirdi. Amma bizim bir də ənənəmiz var idi. Bunu istəyirəm, qoy, dediniz ki, arxivdə qalacaq, qoy deyim. Biz bu teatra gələndə bizim yerimiz məşq zalları idi. Bizim səhnəyə çıxmağımıza icazəmiz yox idi. Bunu həm Hafiz müəllim var idi, səhnə rəhbəri idi, səhnə maşinistləri rəhbəri idi, əməkdar mədəniyyət işçisi idi. O heç vaxt qoymazdı ki, sənin məşqin olmadan sən səhnəyə girəsən və yaxud səhnədən keçəsən. Sənin məşqin yoxdursa, sənin saatın deyilsə, səhnənin cavabdehliyi Hafiz müəllimdə və onun komandasında idi. O heç vaxt icazə verməzdi ki, səhnəyə daxil olaq. 2. Loğman Kərimov heç vaxt icazə vermirdi ki, səhnəyə çıxasan. Ya məşqin olanda çıxa bilərdi. Məşqləri də yeni gələnlər üçün heç vaxt səhnəyə salmadılar. Yəni bu qədər toxunulmaz. Toxunulmaz idi və belə bir söz var idi, işlənmişdi ki, səhnəyə çıxmağı qazanmalısan. Ona görə mən uzun illər o səhnəyə çıxmağın arzusunda yaşadım. Təsəvvür edirsiniz. Məşq zallarında olduq, otaqlarda məşq elədik, foyedə məşq elədik. Bizim böyük səhnəmiz var idi da, yəni böyük səhnədən başqa bir digər bir səhnə də var idi, məşq kimi. Orada bizi görürdülər. Və sonra artıq seçim olanda ki, tamaşaya girə bilərsən, bundan artıq vaxt keçmişdi, 1 ay, 2 ay. Təsəvvür edin, sevda var ki, tamaşaya baxıram, amma çıxa bilmirəm. Elnur Hüseynovla demək olar ki, yəni 2 sinif məndən böyük oxuyub da, İnci Sənət Gimnaziyasının şagirdi olub o da, həm də sonra o çıxır, mən də çıxmaq istəyirəm də, mən istedadsız deyiləm, mən də özümdə o istedadı özdə elə bir İçimdə hiss var ki, mən də çıxa bilərəm də səhnəyə də, mən ondan da yaxşı ola bilərəm. Yəni, bu kimi düşüncəm var. Amma Elnur çıxmağı haqq edib, qazanıb. Elnurun tamaşasına ağ göyərçində də, yəni ki, nə qədər baxasan? Nə qədər baxıldı o tamaşaya? Və hər baxdıqca can atdıq ki, səhnəyə çıxa, icazə vermədilər. Olmaz. Və ona görə məşqlərimiz daha səmərəli və səhnəyə çıxmaq amalındaydı. Rəqabət, xeyirli bir rəqabət idi. Çox gözəl idi və qarşımıza qoyulan məqsəd Ağxan Salmanlı ruhu şad olsun. Bütün tamaşalara hamı baxmalı idi. Belə bir adət var idi. Bütün aktyorlar, gənclər bütün tamaşalara baxmalıydılar. Və biz baxırdıq və biz hər rola hazır idik. Düşünün, bax, indi repertuarda siz bilirsiniz də, nə qədər uşaq tamaşası var. Və biz o dövrün bütün uşaq tamaşalarının hamısını əzbər bilirdik. Bütün obrazları bilirdik. Bir dəfə, 2 dəfə baxmırdınız da, dəfələrlə. Dəfələrlə baxmaq məcburiyyətində idik. İstəklə deyil, məcburiyyətində idik ki, biz hər an səhnəyə çıxa bilərik. Və istəyirdik də. Mən hazıram, kirpi, olar mən çıxım. Olmaz. Başa düşdünüz, yəni belə bir sevgimiz var idi. Məşqlərdə iştirak edirdi, amma səhnəyə çıxa bilməzdin. Aktyoru oynayırdı, çünki o artıq aktyor idi. Təsəvvür edirsiniz, mən ona görə artıq nə edəcəyimi bilmirdim. Çalışırdım ki, hər tamaşada və beləliklə mən ilk dəfə 14 fevral 2001-ci il saat 11-də Qarşıqı Şıllaq adlı Elbənd rolu ilə səhnəyə çıxıram. Artıq məşq vaxtında səhnəyə çıxmaqdan danışmıram. Çünki artıq məşqdir, bilmirsən axı sən hansı atmosferdə səhnəyə baxırsan, incəlikləri tutmaq istəyirsən, həm də burada məşq edirsən. Və o tamaşa gedə-gedə
mən artıq 3 tamaşaya dəvət aldım. Tamaşanın içində 3 tamaşam var idi. Nicat Kazımova. Dəvət gəldi, çünki həmin ərəfədə bəlkə də bir şans idi. Vüsal əskərlikdə idi, Vüsal Mehrəliyev. Və Vüsal Mehrəliyevin əskərlikdə olmağı 2-3 Nicat Kazımovun tamaşalarının qalmağı demək idi. Yəni tamaşa oynanılmır. Yarım çıxan. Hə, tamaşada mənə müraciət elədi. Orada qarışqa mən Erməndə oynuyordum. O da hansısa bir rolda idi. Mənim orada putulkanın arxasında gizlənmə bir səhnəm var. Putulkanın içinə girmişəm. Gizlənmişəm orada da qayıtdı ki, balamsan otağıma gələrsən. Elə gəldim, gördüm ki, Cənnətin 3 alması gəldi. Ondan sonra tık-tık tuk-tuk gəldi. Belə tamaşalar gəldi, dəvət gəldi. Çox maraqlı idi. Yəni bu arxivdə qalır deyə deyirəm ki, bizi səhnəyə buraxmadılar. Səhnəyə layiq olduğumuz halda buraxdılar. Səhnəyə çıxanda bütün ətraf donurdu. Siz Elnur bəy, sizə elə gəlmir ki, amma çox sərt olubdu, yox? Əksinə, mənim səhnə sevgimi daha da artırar. Niyə? İndi gələni səhnəyə buraxan cavanlar ki, çıxın səhnəyə. Sonra nə baş verir? Baş oldu. Sonra nə idi? Heç kim kütləvi səhnəyə çıxmaq istəməyəcək axı. Amma istəyir yaxşı görsənsin. Hamının ətrafı var, sevdikləri var, gəlsin, görsün. Falan baş oldu. Mənim yaradıcılığımın ən pis nöqtələrindən biri baş oldu olmaqlarım idi. Bu məni çox standart elədi, mənim... Artıq elə bir dövr gəldi ki, özünüz imtina elədiniz. Bəli. İstəmirəm artıq. İstəmirəm. Lazım deyil idi. Nə idi? Başım. Çünki bilirsiniz, maraqlı bir məsələdir bu. İnsanlar var ki, 60 yaşa qədər, 70 yaşa qədər ölürlər, belə deyək də, başrol üçün, geroy olum, qəhrəman olum. Amma siz müəyyən bir, müsahibələrinizdə oxumuşdum, müəyyən bir dövrdən sonra siz artıq başroldan imtina edirsiniz. Nə idi bunun dezavantajı? Bax, deyim sizə. Mənfisi. Mən Elnur Kərimov çıxıram, yalnız söz deyirəm. Yəqin ki, o dövrdə, indiki yox, o dövrdə səhnədə bir nəfərin olmağı, nə bilim, saçının daranmağı, səhnədən yaxşı görünməyi vacib idi rejissora. O seçim də məndə idi. Məsəl üçün, mənim tərəf müqabilim Günel Məmmədova olub. O sonradan gəlmişdi təbii ki, amma çox yaxşı gəldi, sürətlə gəldi. Birləşəndən sonra Asiya xanım gəldi, Akişiyeva. O da çox yaxşı gəlmişdi. O da artıq illərdə pişib gəlmişdi. Onun ardıncan Aygün Fətullayeva gəldi teatra. O da maraqla gəlmişdi. Yəni çox insanlar vardı ki, mənim maraq dairəmdə idilər də. Yəni ki, hiss edə bilirdim. Bəs sizin ardınızca kimlər gəldi? Bizim ardımızda çox yaxşı uşaqlar gəliblər. Amma yenə də başrol siz idiniz. Jurnalistikadan istifadə eləyir. Başrol mən idim, yenə də sıxılırdım. Bilirsiniz niyə görə? Çünki başrolun qarşısında çox araşdırma tələb eləməyən tamaşalar var idi. Başa düşdünüz? Yəni, istəyirsən, axtarasan, araşdırarsan, ətrafında baş verir hər şey. Görürsən ki, obrazlar var, xarakterlər var. Hamı xarakter axtarır, hər gün bir şeylə gəlir. Sən amma gəlirsən, söz deyirsən, eşq dilimi elə burca göydərir. Yəni, bu alınmır da, bu sevda alınmır. Yəni, başrol olan, hamı diqqəti, məcbur da tamaşaçı sənə baxmalıdır. Yəni, başa düşdünüz? Amma xarakter yaratmaq, tamaşanın atmosferini vermək, o vaxtı var idi, arada bir tamaşalar oldu. O xarakterlər nə qədər gözəl təsirlədi mənə. Çox, yəni, işim üçün yaxşı idi. Başrol oxudun da, yəni istər romanı oxu, istər film var, filmə baxacaqsan, piyesi oxudun, səhnə variantını oxudun, razılaşdın, gəldin. O deyil. Mən elə gəlir ki, o deyil. İmtinadan sonra nələr baş verdi Elnur bəy? İmtinadan sonra ümumiyyətlə qəribə bir hadisələr baş verdi. İmtinadan sonra ümumiyyətlə mən tamaşalardan çox uzaqda qalmağa başladım. Səbəbini soruşanda dedilər ki, Elnurun vaxtı yoxdur, qəribə gəldi. Elnur televiziyada çalışmağa başlayır, aparıcıdır, deyir, vaxtım yoxdur. Mənim üçün çox qəribə gəldi, çünki yaradıcılığım boyunca və məni ətrafda... Məsəl üçün, bu sözü televiziyada deyəndə təsir eləməz. Onlar çox qəribə baxırlar. Televiziya rəhbərliyindən tutmuş hamı qəribə baxır. Niyə görə? Çünki televiziya rəhbərliyinin qarşısında məqsəd mənim orada işləməyimdir. Məsəl üçün, ştata girib işləməyimdir. Amma mənim onların qarşısında xahişim, tələb deməyim də biraz böyük çıxır. İstəyim oydu ki, mən teatr qoyub gələ bilmirəm. Amma təsəvvür edin ki, bu düşüncə ilə teatra gəlib
Bu kimi sözü eşitmək adamı çox pis toxunur. O qədər böyük zərbə vurur. Əslində bu sualı hazırlamışdım sizin üçün. Bax mən burada gələndə burada bir neçə nəfər var idi ki, mən onları ekrandan tanımışdım. Siz idiniz, Rasim Cəfər idi, Manaf Dadaşov idi, Asiya xanım. Yəni açıq danışaq da, teatrda populyarlıq o qədər də yəni ələ düşəsi deyil. Mütləq sən efirə çıxmalısan, kütləyə deməli xitab eləməlisən və mənim ən çox təəccübümə səbəb olan nə oldu? Mən deyirdim ki, yəqin ki, bunlar sadəcə olaraq məsələn mənim yadıma ilk dəfə Balaca Kişilər tamaşasının məşqində idim, Rasimi gördüm orada. Sonra sizi bir neçə tamaşaların məşqini. Dedim yəqin bunlar sadəcə olaraq dövlət işi olduğuna görə açıq etiraf edirəm. İşlərini itirməmək üçün gəlirlər, gedirlər, yəni tamaşalarda olur. Amma zaman-zaman mən o məşq proseslərində, tamaşa öncəsi o qəribədir ki, bizim teatrın aktyorlarında çox qəribə bir punktuallıq, dəqiqlik var. Əgər sən deyirsənsə ki, 5-də çəkilişimiz var, onlar artıq 3-dən burada olurlar. Mən gördüm hamı yerli yerində, hamı həyəcanlı, hamı və sizi də o gördükcə baxdım ki, yox, sizin teatr sevginiz çox yüksəkdir. Və indi bax həmin oradan bir sual verməsin. Bax necə olurdu ki, kifayət qədər məsələn kənarda işləmək imkanlarınız, həm istər maddi cəhətdən, həm yəni faktura baxımından məşhur insansınız, belə deyək də. Amma teatrdan sizi qopmamağa nə məcbur elədi ki, indiki kapitalizm dövründə siz teatrdan yapışmısınız? Yəni nə mənada yapışırsınız? Yəni teatr mümkün deyil. Mənim hal-hazırda teatr sevdamı heç kim əlimdən ala bilməz. Mən bu teatrda işləyəcəm. Mən bu teatrda ən çox sevdiyim deyim sizə. Bəlkə də bu ilə razılaşmazsınız, ətrafında olan insanlarla da müzakirə edərkən uşaq tamaşalarını çox sevirəm. Bilirsiniz nəyə görə? Çünki uşaq tamaşalarında mənim hiss etdiyim başqa bir dünya var. Bəzən uşaq tamaşalarından o vaxtki teatr rəhbərliyinə çox şikayətlər olurdu mənimlə bağlı. Çox şikayətlər olurdu. Hər dəfə də şikayət edirdilər ki, tamaşa biraz uzun getdi. Tamaşa biraz uzun getdi. Orada elə bir səhnələr var idi ki, uşaqlarla ünsiyyətə girmək lazım idi. Və mənə elə gəlir ki, hal-hazırda o uşaqların hardasa bir 16-17 yaşları ola bilər. Çünki 26 ildə əgər mən işləyirəmsə, demək ki, o uşaqların da gələndə kifayət qədər yaşları var idi və 15 il keçə bilər, bəlkə də 20 yaşları var. Əgər teatr sevdası varsa onlarda, bilirəm ki, o da mənim də payım var, şuuraltı. Həm də siz onlar üçün bir xoş xatirə qalmısınız. Bəlkə də. Bilirsiniz, tamaşaçı, teatr, pərdə, Stanislav, bunları qoyduq. Bu bizim... Nəzəriyyə. Bunlar başqa məsələlərdir. Uşaq gəlirsən, uşağa teatrı sevdirmək lazımdır. Onu bu teatrın sehirli atmosferinə salmaq lazımdır. Atmosfer demişkən, sonradan bir tamaşa hazırladılar ki, güya teatrın iç dünyasından danışan bir tamaşadır. Onun da ideya müəlliflərindən biri özüm olduğum üçün razılaşmadım, qəbul eləmirəm indi də. Çünki mənim düşüncələrim tamam başqa bir şeydir. Sonra o düşüncəni tamam başqa bir layihəyə çevirdilər. Bu deyil teatrı tanıtmaq istəyim. Mənə tamam. Tamaşa zamanında düşünün ki, uşaqlarla, məsəl üçün Əli Babanı oynayıram, səhər idmanı. Əli Baba səhər idmanı. Cümlə belədir. Mən dururdum, məsəl üçün durdum. Ay, beynim ağrıyır. İdman eləməyi bilmirəm. Kim bacarıram var, mən bilirəm. Uşaq deyir. Necə eləyirlər onu? Sadəcə onlar bir tek gedir. Mən belə, 1, 2, 3, belə eləyirsən, fırlanırsan. Hamı bilir, hamı bilir. Təbii ki, mənə kömək eləyəsiniz. Elədilər. Artıq mən nə elədim? Mən artıq zal məndədir, uşaqlar. Düzdürmü? Dedim, belə. Hamı da ayağa dursun. Avtomatik durdular. Bir cümləyə durdu. Gəl başlayaq. 1, 2, 3, elədik. Ay, beynim təzdən qayıtdım tamaşama. Otur, sakit oturun, görün. Getdi. Bu kimi məqamlar uşaqlara xoş təsirlidir, yaddaşlığında qalırdı. Bu sonradan məsəl üçün Tik-Tik xanımda da oldu. Düzdür, indi yaş gəldikcə bədənin forması da dəyişirdi ya. Mən artıq məsəl üçün Siçan bəy oynayırdım. Dəfələrlə müraciət elədim ki, mən artıq Siçoğlu'da oxşayıram. Ona görə xahiş edirəm ki, gəlin əsərə toxunmayaq, Siçan tapaq. Mən başqa rol, mən xahiş eləmişdim, dedim, bax, çobanı verin, Alabaş var idi. Təbii ki, o İlham Əsədovun mühür obrazıdır deyə ona heç kim toxuna bilməz. Amma təklif elədim ki, verin nəsə. Yaxşı təklifdir ya, gəlin bir Siçan tapaq.
Hə, onu demişdim ki, doğrudan da Siçovlu oxşuyur. Rasim Cəfərin bədən forması hardasa onu oxşadırdı. Amma Rasim Cəfər də çox maraqlı bir həmin tamaşa ilə bağlı bir fikir vardı. Bu da qalsın tarixdə. Deməli, Tikdir xanımın məşqləri gedir, Axan Salman ruhu şad olsun. Çalışırıq və uşaq enerjisini qatmaq istəyirik də. Yəni mənim beynimdə, mən rejissora da deyirəm uşaq tamaşalarında ki, mənim beynimdə mənim övladımdır. Övladımı düşünürəm ki, övladım baxacaq. Və gələn hamı öz övladımın gözü ilə baxıram ki, övladım burada rahat getməsə mən nə üçün çalışıram, nə üçün çıxıram səhnəyə? Maaş almaq üçün çıxmıram. İstəyim o deyil. Maaşı hər yerdə ala bilərəm, daha çoxunu ala bilərəm. Düzdürmü? İstəsəm daha yaxşıdır qazanc yerim var və buna da razılıq verə bilərəm. Rasimlə oturmuşuq, Tikdir xanım, ikimiz dubloruq, Siçan oynayırıq. Amma belə bir şey vardı. Yəni Siçanı oynayan başqa bir rol oynayırdı. İndi oturmuş Rasim danışır. Birdən Həsən Turabov, Həsən Ağa Turabovla bağlı bir verilişdə Biz keçən dəfə bunu sual vermişdik, hə, Rasimə. Orada qayıtlar ki, bəli, Həsən Ağa Turabov 31 yaşında Gəray bəy obrazını o qədər möhtəşəmliklə yaradıb, nə bilim, görmür Rasim belədir. Rasim nə oldu ki? Belə 31 yaşında Həsən Ağa Turabov Gəray bəy oynayır. 31 yaşım var, Siçan bəy oynayır. Bu da böyük olurdu. Belə bir baranlı bir şey var idi o tamaşa ilə bağlı. Yəni deyim sizə, mənim bu teatr sevdamı heç kim əlimdən ala bilməyəcək. Mən teatrı çox sevirəm. Amma dürüst işləyən insanlarla, dürüst rejissorlarla, yalnız yaradıcı düşüncəsi olan rejissorlara üstünlük verirəm. Bu dəqiqə fərqli yanaşmalar var. Biz tariximizi oxuyuruq, teatr tariximizi. Və teatr tariximizdən yaxşı nəticələri götürmürük, özümüzə sərf eləyəni götürürük. Belə bir dönəm var, deyirlər ki, Mehdi Məmmədov dönəmində öz tələbələri ilə gəldi, yeni bir dönəm yaratdı. Onun adı Tofiq Kazımov dönəmi başladı. Ədil İskəndərov. Öz tələbələrini, onun ardıca Ədil İskəndərov gəldi, öz tələbələri dönəmini yaratdı. Və beləliklə teatrlarda nəsildən nəsilə keçmə və teatrda yeni ənənələrin və janrların yaranması prosesi başladı. Düzdürmü? Tarixdə belə qalır. Elnur bəy, rejissor söhbətini özünüz saldınız. Ona görə də istəyirəm bu barədə bir sual verim sizə. Ümumiyyətlə, bir çox rejissorlarla işləmisiniz də, görün artıq neçə illərdir. Rejissor, aktyor tandemində, ümumiyyətlə işbirliyində, təbii ki, teatr aktyorundur. Bu bir mənalı belədir. Yəni, aktyor olmasa, yəni rejissor nə iş görəcək və yaxud da digər adamlar nə iş görəcək? Səhnə aktyorundur, səhnədə aktyor olmalıdır. Amma bütün hallarda tamaşanı ərsəyə gətirən rejissordur. Yığıb-yığışdıran, onun təlimatını verən. Rejissor, aktyor işbirliyində nələrə siz özünüz, nələrə üstünlük vermişsiniz və yaxud da nələri hesab eləmişsiniz ki, bu məhz belə olmalıdır? Baxın, bir çox tamaşalar olub ki, dramaturji material və rejissor yanaşması məni qane etmədiyi üçün imtina eləmişəm. Müəyyən teatr rəhbəri. Çünki burada elə bir atmosfer yarana bilərdi ki, mən dərhal teatr rəhbərliyinə də məlumat verirəm ki, sonradan bayaq dedi, çəkilişi var idi, bəhanə elədi, getdi, olmasın. Mənim öz düşüncələrim var. Rejissor ola bilər ki, tamaşanı bilir. Baxın, burada məsələ nədir? Rejissor nə hazırlayacağını görür, nələr olacağını bilir. Rejissor özü ən azından 80% hazırladığı bir işə hazır gəlirsə, demək qarşısında olan aktyorun suallarını cavablandırmaq və onunla ortaq məxrəcə gəlməyə bacarmalıdır. Mən rejissorun mənə diktəsi ilə oynayacaq aktyor deyiləm. Mən diktəni sevmirəm. Mən ortaq məxrəci sevirəm, razılaşmanı sevirəm. Razılaşmadan sonra mən axı bəlkə də ona gəlib çıxacaq ki, sonradan robotlar olacaq, artıq proqram yazılacaq robotlara ki, nə etməlisiniz, hansı saniyədə, hansı dəqiqədə nə etməlisiniz, onlar artıq onu daha doğru, dəqiq şəkildə eləyəcək. Marionet. Mən elə deyiləm. Mən ondan deyiləm. Mənə sən başa salmalısan, mən anlamalıyam, mən anlayandan sonra səninlə razılaşmalıyam. Sən mənim istəklərimi də bilməlisən. Demirəm, amma məcbursan eləməyə. Xeyr, əsla belə deyil. Axı, mən də yaradıcı insanım, mənim də düşüncələrim var. Yalnız rejissor oxuyur, kitab mütaliə edir. Xeyr, aktyor da mütaliə edir. Kim eləmir, özü bilər. Heç kim babalını yumuram ki. Mən oxuyursan əsəri, görürsən ki, bunun
real əsərlə, yəni dramaturqun yazacağının heç bir uyğunluğu yoxdur. Uyğunluğu yox. Başa düşdünüz? Deməli bu nədir? Məsəl üçün də mən təkliflərimdən biri buydu. Bunu da eləmədilər. Ona görə də o tamaşa uğurlu olmadı. Mənim dediyimə görə yox, əsla. Bax bunu belə anlamasınlar. Aktuallığını itirmiş bir mövzuya müraciət olunmuşdu və orada da çaşqınlıq yaradılmışdı. Söhbət Oktay Eloğlu'dan gedir. Oktay Eloğlu'nun deyildi belə, ora-bura mənə də Oktay Eloğlu verildi. Əla idi, başrol idi, sevmədim. Amma dedim ki, bir araşdıraq görə bu nədir məqsədi? Mən Cəfər Cabbarlının Oktay Eloğlu əsərindən başlamadım. Mən birinci başladım, sonra xanıma yazdığım məktublar əsasındakı xatirələr, kitablar o dövrdə yazılmış və Cəfər Cabbarlının bu əsəri yazmağa vadar edən səbəblərə qədər gəldim. Bunu ayrıca araşdırdım. Oktay Eloğlu'nun özünü oxudum, gördüm, tələblər nədir, nələr istəyir, nə var. Sonra həmin dövrün teatr tənqidçilərinin fikirlərini oxudum ki, görək bu tamaşanın premyerası ilə bağlı, tamaşalardan sonraki fikirləri nədir. Sonra əsərin özünü oxudum və gəlib çatdım, dedim ki, bunun aktuallığı yoxdur. Okay. Bu əsərin aktuallığı yoxdur bizim üçün. Əsas ideya olaraq səhnəyə Azərbaycanlı qadının çıxmağıdır, teatr içində baş verən hadisələr ki, artıq bizim üçün yaddır. Mərhələni keçmişik. Mərhələni keçmişik çoxdan. Onda gəlin belə eləyək. İndiki teatr problemlərini o əsərin içinə əlavə eləyək. Əsərin adını qoyuruq ki, Cəfər Cabbarlının Oktay Eloğlu əsəri əsasında motivlər əsasında nəsə bir şey. Hansı ki, sonradan oldu. Solğun Çiçəklər Səbinə hazırladı, çox maraqlı hazırladı. Öz yanaşmasını elədi. Yəni bu kimi əsər aydın var bizdə tamaşaya gedir. Kamera teatr repertuarında oldu, amma indi hal-hazırda da bizim teatrda da tamaşa davam edir. Demək ki, burada nədir? Burada da Cəfər Cabbarlının aydını deyil axı. Burada da məhz dramaturqa İlqar Fəhmi ilə Cənnət xanım və aktyorlar arasında ortaq məxrəc götürülərək əsər yaradılıb. Düzdürmü? Əsər bu deyil axı. Əsərin tam versiyasını biz Mikail Mirzənin quruluşunda görmüşük. Akademiya Milli Drama Teatrında. Orada görürük ki, bu neft buruqlarında hadisələr baş verir. Burada isə nədir hadisə? Aydın, Gültəkin, Dövlət bəy. Bu üçünün münasibətində, üçünün bir-birinə olan münasibətində baş verən hadisələrdir. Aydındırmı? Demək ki, buna da bir yanaşma olundu. Düzdürmü? Ona görə də rejissor hər zaman işini götürürsə, mən bunu istəyirəm deyirsə, mən artıq o tamaşada yoxam. Və yaxud tarixi faktlarla mənə uyğun gəlməyən, mən tarixi çox yaxşı bilirəm. Məsəl üçün, mən bir zamanlar Bədii Şuranın üzvü idim, sonradan bilmirəm, uzaqlaşdırdılar ki, düz danışır və çox danışır, uzaqlaşdırdılar məni. Baxın, bu teatrın repertuarında çox maraqlı bir tamaşa vardı, mənim ağgöyərçinim. Uzun illərdən sonra yenidən hazırlandı. Orada əsərin özündə yoxdur. Bizim quruluşda tarixi xronoloji ardıcıllıq pozulmuşdu. Mən də həmin dövrün uşağıyam. 90, 91, 92, 93, 94 və mən əvvəl dediklərim var idi, mənim arzularım, istəklərim. Onlarla hamısı mənim üst-üstə düşür axı. Və mən ardıcıllığı bilirəm. Və ona görə mən deyirəm ki, xronoloji ardıcıllıq pozulur. Gəlin o ardıcıllığı düzəlir. Çünki filan hadisə baş verir deyirsiniz. Sonra filan hadisə. Bu hadisədən sonra bu hadisə baş verib. Yəni yerlərini qarışdıraq tarixi. Yəni biz hər tərəfdə hazır olmalıyıq. Razılaşırlar, razılaşmırlar və bir çox əsərlərdə də məsəl üçün əgər bunu demək istəyirsənsə, okey, razıyam sənə, deyək. Yox, tamaşanın ideyası tamam başqadır. Biz arada nəyisə elə bir iynəliyirik. Bu da başqadır. Mən də o tamaşadan da imtina elədim. İstəmədim. Ya dedim o cümləni dəyişirik, ümumilikdə çıxardırıq. Çünki məqsəd onun çılpaqlığı ilə verilmək deyil. Məqsəd bizim başqa məqsəddir. Ona görə razılaşmadım və rəhbərliyə də bu ilə bağlı xəbərdarlıq elədim. Ki, səbəbim budur. Çünki sonradan varaq gedərlər deyərlər ki, məsəl üçün, gəlmədi, odur, budur, amma səbəb aydın bilinsin. Sona qədər də çıxarım. Yəni, sizə elə gəlir ki, rejissor həm də aktyora deməli ki, gəlin, görək, nə edirik? Bəli. Yox, baxın, mən bunu istəyirəm. Mən budur. Şah Abbas bizdə elə alınıb. Baxın, Şah Abbasda ən çox sevdiyim məqamlardan biri nə idi? Rejissor bütün aktyorları dinləməyi bacardı. Hamının fikrini öyrənməyi bacardı. Mən ilk dəfə
İlqar Fəhmi mənə bu piyesi verir. Mən ondan başqa bir şey istəmişdim, mono tamaşa. O mənə bunu göndərmişdi. Və o vaxtda da o yaxın münasibətlər dövründə Nicat Kazımov verdim bunu ki, çox maraqlıdır ya, oxudum, xoşum gəldi, oxudum. O vaxtdan qaldı. 2011, ya 2014, ya 2012. Çoxdan yazıb, bəli. Bu illərdən danışıram. Qaldı elə yaddan çıxdı, amma mən yadımdan çıxmamışdı. Arada mənim telefonumda var idi, açırdım, oxuyurdum özümüzü. Çox maraqlı 4 hissə idi. Sonra uzun illər keçdi, Şah Abbasnamə, belə İlqar Fəhmi. Təbii ki, sözümü dedim ki, bəs qardaş, mən bunu sənə deyəndə, onda bir fikir verməmişdi. Bəlkə də onda o yaş deyil idi. Amma bu yaşda mən onu artıq hazırlamağın yolunu tapdım deyə razılaşdıq. İlqar Fəhmi ilə danışdıq. Və təbii ki, tarixi biz də bilirik, biz də öyrənirik. Bilmirsə araşdıracağıq da, yəni bunu bilmək məcburiyyətində. Və ən önəmli məsələlərdən biri o idi ki, rejissor dinlədi. Dinlədikcə aktyorlar hisslərini, düşüncələrini, təxəyyülünü açıb tökməyi bacardı. Rejissor səliqəli formaya saldı. Artıqları yığışdırdı. İstədiyini də onun içinə qatdı. Aktyorun özünün xəbəri olmadan öz istəyi ilə aktyorun istəyi üst-üstə düşdü. Kənar müdaxilələr çəkildi və bitkin bir obraz ortaya çıxdı. Aydındırmı? Məsəl üçün, bizim səhnəmiz o uzun müddət hazır olmamışdı. Yəni, 3 hissənin proqonu gedəndə biz sadəcə olaraq səhnədə gəlib otururduq manafla, üz-üzə. Bir də Nicat Kazımovla da dubloram. Mən burada ad çəkirəm, deyim sizə. Mən burada adlar çəkirəm. Çox müsahiblərimə baxıram. Ad çəkmirlər. Ad çəkmirlər, hə. Onlar sevmirəm o insanları. Bilirsiniz niyə görə? Çünki ətrafında olan, zəhməti olan, addımladığın insanların adlarını çəkməyi bacarmalısın. Məncə o insanlar təşəkkür etməyi də bacarmırlar. Bu ayrıca bir məsələdir və bunu mütləq vurğulamalıyım. Çünki dəfələrlə qulaq asıram, siz yaraşdırmırlar özlərinə və yaxud birdən çəkinərlər ki, mən kimisə adını çəksəm, deyərlər ki, yox, o bundan yaxşı. Sən onsuz da sənsən, mən də onsuz da mənəm. Aydındırmı? Ona görə çəkmirlər, o öz problemləridir. Mən hər zaman çəkmişəm və hər zaman da buna görə tənqid olunmuşam. Gəldi çatdıq bizim səhnəmizə, Şah Abbasdan. Biz birbirimizin üzünə baxırdıq. Çünki oxuyurduq. Hazırlanma enerjisi gəlmirdi. Ayağa durma enerjisi yox idi. Mizan verilirdi, rejissorun yozu mizanları verilirdi. Və bir an gəlir, bir an gəldi. Mizan özü gəldi. Rejissor məcburi verirdi sənə. Necət mən bir də 5 dəqiqə fasilə verək müzakirə aparaq. Yadıma Biz fasilə çıxmırdıq. Biz fasiləni zalda, yəni harasa gedək, qaçaq deyil idi. Necət mən 5 dəqiqə fasilə verək müzakirə eləyək ki, niyə gəlmir bu səhnə? Yəni bu sözlə deyilirsə, bizdə niyə bu alınmır ki? Yəni nə düzgün deyil. Niyə alınmadı? Çox analiz verildi oradan. Bilirsiniz necədir? O səhnədə 6-7 alt mənalar var. Siz gördüyünüz sözlü mizandır. Bizdə isə onun alt mənaları var. Biz bir zamanda Manafla dostluq elədiyimiz ərəfələrdə onun buraxdığı çox səhvlər olub. Mənim ona qarşı münasibətim olub. Nələrsə olub. Biz onların hər birini onunla sıralamaq şəklində düzdük. Bu şuurlu olaraq baş verirdi, yoxsa təhdər şuur yaranırdı? Yəni, müzakirə edirdiniz bu barədə, yoxsa? Biz tamaşanın atmosferindəydik. Məqsəd o idi ki, bu tamaşa olacaq. Və gənclərin hamısının... Baxın, təsəvvür edin ki, premyer oldu. Yəni, bu məsələdə çox danışmayın. Çünki biraz kənardan ağıllı görünmək kimi bir iddiam yoxdur. Tamaşa premyer oldu, bitdi. Növbəti mövsümü üçün bizim gənc aktyorumuz var, Elgün. Təbrik edirəm. Burada prezident mükafatını layiq gördü. Çox layiqlidir. O da gimnaziyanı bitirib. O da çox istedadlıdır. Çay içirdik. Tamaşanın müzakirəsi uzun müddət gedir bizdə və bizdə otaqlarda müzakirələr gedir. Bizim bir ənənəmiz də var. Bilməm, sizin xəbəriniz var yoxsa yox. Biz bir kitab alırıq, oxuyuram. Sonra mən bunu verirəm digər otaqlara. Digər yoldaşlarımız oxuyur, bitirir. Sonra o kitabı oxuyanlar kitabı mənə qaytarır və müzakirəsinə başlayır.
Bu bir ildə çəkə bilər, 3 ayda çəkə bilər, 5 ayda çəkə bilər. Sonra otaqda otururduq, çay içə-içə müzakirəsini aparırdıq ki, nə deyirdi. Yəni bizdə tez-tez olur belə müzakirələr, kitabların, bədii əsərlərin müzakirələr tez-tez gedir. Bu yaxşı bir şeydir, bunu qoruyub saxlamaq lazımdır. Elgündən danışırdım. Çay içirik, müzakirə aparırıq. Elgün bir dənə maraqlı bir faktidir. Geyimdə səhv var. Aktyorun geyimində. Biz artıq premyeranı oynamışıq. Mən dedim ki, nədir? Danışdıq. Nicat mənim, haradasınız? Dedi, nazirlik tərəfdəyim. Dedim, zəhmət olmasa gəlin. Çay içirik. Elgünün bir təklifi var tamaşa ilə bağlı. Dedim, dərhal gəlirəm. O baxımdan Nicat mənim əladır. Gəldi, oturduq. Nicat müəllim, əladır, müzakirə gedir. Biz öz zəif yerlərimizi bilirik. Biz onların yaxşı olmağına çalışırıq da. İkinci növbəti mövsümdən artıq başlayır. Elgün dedim, yaxşı bir fikri var. Nədir? Və deməli, bundan əvvəl Ceyhun qara geyimdə çıxırdı. Bəli. Düzdürmü? Tamaşanın premyerasında Ceyhun qara geyimdə çıxırdı. Anar Seyfullayevin oynadığı obraz ağ geyimdədir. Amma bunlar bir-biri ilə dostlar və bir-birinin tərəfini tuturlar. Vahiddə isə ağ geyimdir. Vahid isə ümumiyyətlə sonradan bilinir ki, satqındır. Bəli. Düzdürmü? Düzdür, Və dəqiq bizim tutub. burada obraz olaraq deyil, həm də Nicat və Mustafanın ideyası var axı tamaşanın həlli açarı istiqamətində. Şahmat figurları. Bəli, bəli. Demək ki, ağlar ağlarla bərabər olmalıdır. Qaralar və biz qaranı. Vahidlə Ceyhunun paltarları dəyişilməlidir. Və biz bunu yenidən elətdirdik. Maraqlıdır. Yeni müzakirədə. Yəni, bu Elgünün uğuruydu. Çünki tamaşaya köklənmişdi. Məsələn, Qurban müəllim otururdu, o da baxırdı tamaşaya belə. Qutarandan sonra deyirdi ki, ona niyə baxdın ki? Dedim ki, baxmaq, gəldi baxdım. Baxmaq tamam başqa bir yola apardı. Düşünürsünüz siz. Sadəcə bir baxış hər şey altı üst elədi. Yəni o dərəcədə Qurban müəllim ustad sənətkarı otururdu. Biz danışırdıq, saatlarla danışırdıq. Qurban müəllim deyir, 5 dəqiqə bir dənə söz deyir. Aləmdə idi. Təsəvvür edin ki, tamaşanı qurmuşuq, hazırdır səhnəmiz, məşq gedir. Abi müəllim nədir? Bir danış görək. Dedi, hər şey başqacı oldu. Başa düşdünüz? Bu atmosfer tamaşaya yalnız uğur gətirir. Yalnız uğur gətirir. Və indi mənə elə gəlir ki, rejissorlar qəribə bir obraz düşünürlər özləri üçün, bir çoxlarında var. Çox sual verilməsin deyə qarşısını alır. Çox sual verilməsin deyə bir obraz fikirləşir. Məşğələyə ciddi olar, o olar, bu olar, bu olar. Sevmirəm. Gəlin Elnur bəy, sizi bu Şah Abbasnamədən çıxarım, ora qaytaracağam. Ümumiyyətlə sizin sualınız idi. Aktyor, rejissor işi. Bildim, başa düşdüm. Sizin o yerə gətirəcəm. Bir də Şah Abbasnamə ilə bağlı özümün bir sualım var. Bir məsələyə də toxunaq, sonra o sualı verəcəm sizə. Bax, siz bayaq televiziyadan danışdınız. Ədəbiyyatda, yazıçılıqda belə bir qayda var. Professional peşəkar yazıçı, tutaq ki, indi qanara şəklində işləyir, ya hansısa saytda işləyirsə, publisistik yazılar bacardıqca, yəni ağıllı insanlar bacardıqca az yazırlar. Qaçırlar o yazılardan, kiminsə üzərinə qoyurlar, necə ellər. Belə deyil, indiki dilində köşə yazılarından. Bunun əslində mən əvvəllər fikirləşirdim ki, bu səhvdir. Sonralar özümdə bunu gördüm ki, yox, bu əslində düzgün yoluymuş. Publisistika nasir dilini korluyur müəyyən qədər. Sabah o nasir oturub bir roman yazanda, hekayə yazanda özündən asılı olmayaraq publisistikada işlənilən sözlər, ifadələr, cümlə, bunlar gəlir, girir romanın içərisinə və sonra sən onu çıxarda bilmirsən. Ona görə də müəyyən mənada uzaq dayanırdıq biz həmişə. Siz aktyorsunuz, ümumiyyətlə son dövrlər dublyajlar, efir aparıcılığı, bunlar hamısı müsbət haldır, yəni müxtəlif şənliklər filan. Amma belə bir fikir də var ki, efir, aparıcılıq və yaxud da dublyaj aktyoru korluyur, aktyora zərər vurur. Yəni siz bu sahədə müəyyən qədər olduğunuz üçün sizin haqqınızda da biraz eşitmişəm açığı, yəni bu belə qeybət kimi olmasın. Biraz sizin özünüz, belə obyektiv hər şeyə toxunursunuz. Biraz istəyirəm özünüz də bu barədə bir qısa bir toxunuş eləyəsiniz ki, buna münasibətiniz necə? Doğrudan da bir aktyor kimi sizi efir korladı mı, yoxsa sizə nələrsə qatdı?
Xeyr, əsla belə deyil. Bu sadəcə olaraq bilirsiniz necədir? Hər hansı bir yaradıcı insanın uğurlarına kölgə salmaq üçün deyilən bir fikirlərdir. Mən bunu belə qəbul edirəm. Aparıcıyam, danışıram. Və aparıcı olaraq sözləri bir-birinin ardınca demək, həmin o energetikanı saxlamaq, kameradan onu ötürmək, bunlar hamısı zəhmət tələb edir. Bunlar hamısı güc tələb edir. Mənim güc mənbəyim, enerji mənbəyim teatrdır. Mən buradan yığdıqlarımın, gördüklərimin, analizlərimin ən yaxşı formasını orada göstərməyə çalışıram. Məni o korlaya bilməz. Mən buradan bəhrələnib ora gedirəm. Buradan güc yığıram, gücümü orada sərf edirəm. Bunu bir ara qayıtdılar ki, səhnədə tamaşa oynayır bu, yoxsa aparıcılıq eləyir bu, bilmirəm. Bu bir anlıq, bir müddətli yaranmış bir şeylər idi. Mən də bunu eşitdim. Yer gəlmişkən mən də hiss eləməmişəm onu. Çünki sizin tamaşalarınıza baxmışam. İndi bir şey deyim sizə. O baş roldan imtina məsələsi var ha. Bəli. Baş rol nədir? Yəni biz necədir? Biz oynadığımız baş rollardan söhbət gedir. Mən ümumiyyətlə baş rollardan danışmıram. Elə baş rollar var ki, dinamikadır, obraz tələb edir, nələrsə tələb. Bizim oynadığımız baş rolların hər birində bu var idi axı. Bəli. Bu var idi. Bəli, var. Bu var idi. Romantik danışıq, nə bilim nə var idi. Orada mən nə etməli idim? Başa düşdünüz? Yəni mən ona razı deyiləm. Mən orada buradakı bazamdan nələrsə xərcləyirəm. Hələ tam hamısını xərcləməmişəm. Nələrsə xərcləyirəm, nələrsə saxlayıram. Yəni özünüz nəzarət eləyə bilirsiniz də. Onu bilmək istəyirdim. Hara gedirəm, necə gedirəm, kiminlə danışıram, kiminlə görüşürəm, kimə müsahibə verirəm, kimə müsahibə vermirəm. Uzun illərdir müsahibə vermirəm. Tamaşadan qabaq ümumiyyətlə müsahibə verməyi sevmirəm. Gəldi müsahibənin aldı, çıxdı, getdi, mən dediyimi paylaşdı. Tamaşaya baxdı, tamaşa. Siz ona görə bu sistem də inkişaf eləməlidir. Orada işləmək, burada işləmək, nə bilim, orada... Mən axı öz sahəmdən kənara çıxmıram. Mənim öz sahəmin, incəsənət mədəniyyət sahəmin digər qolları var ki, mən orada özümü yoxlayıram. Yəni buna baxan yerdə, o dövrün dublyajına baxanda, yəni mən bu sistemə də biraz bələd olduğum üçün ailə üzvləri sayəsində dublyajın da nə qədər önəmli və nə qədər böyük sənətkar aktyorlarımızın həm səhnədə, həm kinoda peşəkar sayılan aktyorlarımızın da dublyajda nə qədər peşəkar olduqlarını görmüşük. Onlara mane olub, xeyr, əsla. Əsla. O, onlara əslində güc verib. Güc verib ki, gəlib öz yerimdə daha da yaxşı işləyim. Bu sadəcə olaraq kimisə ləkələmək, kiminsə ola bilsin ki, o belə dilləri belə yüksəldiyi bir zamanda altdan biraz zəiflətmək üçün çox cılız yanaşma nöqtəsidir. Və qaydaq Şah Abbas naməyə, oradakı Şah Abbasın orta yaş dövrləridir sizdə. Bəli, elə öz yaşı dövrü. Şəxsən mən burada, yəni siz mənim yanımda olduğunuz üçün demirəm. Mən çox sevirəm o obrazı, həqiqətən də. Orada bir neçə obrazlar var ki, onlardan da biri sizsiniz. Həm plastika, həm diksiya, həm danışıq. Yəni, hamısı mənim çox xoşuma gəlir. Digər aktyorlarımız da, təbii ki, orada zəhməti keçən aktyor. Ümumiyyətlə, o tamaşa özü gözəl tamaşadır. Orada o tamaşanı gözəlləşdirən rejissordur, aktyor ifalarıdır və s. və s. Mən bilmək istəyirəm, son illər oynadığınız sonuncu tamaşalardan biri olduğuna görə bilmək istəyirəm sadəcə olaraq ki, Şah Abbas sizin həyatınızda, bax bu yaşınızda nələr qatdı? Şah Abbas mənə heç şey qatmadı. Şah Abbas mənim yaşadıqlarımın nümunəsi idi, göstərdim. Mən bu yaşıma qədər çox şey yaşamışam. Mən həyatım boyu, biz sizinlə yaradıcı söhbətləyirik. Siz məni... Və mənim ətrafımda bir söz demişdiniz ki, ətrafınızda dostlar çoxdur, dostluq, qardaşlıq elədiyiniz insanlar çoxdur, azdır. Artıq azdır. Artıq azdır. Və mənim bu yaşıma qədər kifayət qədər, hətta 80 yaşında insanın çəkə bilməyəcəyi yükü çəkmişim. Ona görə də Şah Abbasın analizi az əvvəl dediyim məsələlərdə yaşadıqlarımın doğru düzgün çatdırılmasıdır. Ona görə mən rejissorla mübahisə edirəm ki, sənin təxəyyülündə tutduğun Şah Abbasla mənim yaratmaq istədiyim Şah Abbasın tamam düşüncəsi fərqlidir. Mən ona deyə bilmirəm, axı, qardaş,
Mənim başıma belə bir iş gəlmişdi. Mən bunu real həyatda yaşamışam, mən bunu gətirirəm buna. Çünki mən istəmirəm də bilsin real həyatımda nələr baş verir. Düzdürmü? Bəli. Mən inandırmağa çalışıram ki, mən düzgününü düşünürəm. Çünki sən bunu istəyirsən, imkan verir ki, mən bunu eləyim. Göstərim. Və sən bunu razılaşacaqsan mənimlə. Düzdürmü? Bəli. Hə, və bu zaman artıq bilmirəm ki, mən yaşadıqlarımı orada göstərmişəm. Az hissəsini göstərmişəm. Əgər ümumilikdə Şah Abbasın hamısını versəydilər mənə, bütün dövrlərini mən oynasaydım, onda bəlkə hardasa nələrisə insanlar da hiss edə bilərdi ki, bu insan nələr çəkib ki, bu qədər rahat bir şəkildə bunu bir daha göstərə bilir. Əgər oradan tamaşaçı hər hansı bir hisslərlə ayrılırsa, mənimlə bağlı, hisslərimi düzgün ötürməyə çalışıram. Çünki orada Şah Abbas obrazına bığı taxdım, obraza girdim deyil. Pafos. Onlar deyil. Ümumiyyətlə, bu sənətdə o yoxdur. Orada hər dəfə musiqi yaşadıqlarımı gözümün qabağına gətirir və mənə yaşadır. Bu çox tamaşalardır. Yarımçı qalmışda da eyni hissləri yaşamışam. Yarımçı qalmışda yaşadıqlarımız, yarımçı qalmış da eyni bu sistemlə qurulan tamaşadır. Rejissorun bizə inamı ortaq məxrəcə gəlməyimiz və bu tamaşanın ərsəyə gəlməyidir. Şah Abbasda da bu mükəmməl surətdə oldu ya. Yəni bir var ki, hardasa dedik, inanılmaz və mükəmməl dərəcədə aktyor, rejissor tandemi istəyirsinizsə, yaradıcı. 50-nin 50-yə. Bu tamaşadır. Nəticəsi pis idi? Yox, yaxşı. Nəticəsi pis deyildi daxı. O da hamı danışırdı. Gənc öz etirazını eləyirdi. Gənclər. Bilirsiniz də, burada gənclər var, bütün nəsillər var. Qurban müəllimlə razılaşmadığımız məqam var. Qurban müəllim dedi, razılaşdıq deyil. Amma sonradan görürük ki, Qurban müəllimdə də həqiqət var. Demək ki, onun da yaşadıqları, onun da həyatı, onun da həyatın analiz etmə qabiliyyəti çox. Yəni, ustad sənətkardır. Sənətkar da niyə görə deyilir? Müşahidə qabiliyyəti gözəldir. Mən əslində Elnur bəy o fikirlə razı deyiləm. O deyirlər ki, bəzən bu sözlər istifadə olunur, deyirlər ki, tamaşaçı gəlir teatra aldanmağa. Xeyr, tamaşaçı gəlir teatra görməyə, həm də özünü görməyə. Çünki səhnədə baş verənlər həm də bütün Ramiz Övşənin bir sözü var, deyir, göy qübbəsi altında yaşanmamış heç nə yoxdur, yazılmamış heç nə yoxdur. Necə və nə cürsə hər bir insan müxtəlif hadisələri yaşayır. Ola bilər eyni olsun, fərqli olsun, amma bütün hadisələr, bütün taleylər hamısı yaşanıb necə və nə cürsə. Baxın, biz axı bütün tamaşaçılarla bir-bir oturub bu qədər danışa bilmirik ki, nə hiss elədiniz. Amma mən bir hissimi deyəcəm. Pəri Cadu tamaşasındakı xüsusi bir səhnə var idi ki, o mənim həyatımı dəyişdi. Həyatımın əsas ana xəttidir, ana xəttidir. O da heç kim bilmir. İlk dəfədir. Etirafda deyərdim bunu. Deyər. O mənim həyatımda addımladığım ən dürüst yollardan biridir. Baxın, tamaşada aktyorların, həmkarlarım, dostlarım, qardaşlarım, bacılarım, nə bilim, çox istədiyim insanların bilmədən ötürdüyü bir hissdir mənə. Mən o hissdən qorxuram. Həyatımın ən təhlükəli hissidir. Ömrümün axırına qədər o hissi qoruyaraq, bilsin necə, elə ehmalca qoruyaraq onu yaşayıram ki, Hansı hisdir? onu deyə bilməyəcəm. Bəlkə etirafda deyəsiniz. Yox, mən sözümü nəyə gətirdim? Sözümü onu gətirdim ki, tamaşanın verdiyi çox şey var. Əgər aktyor... Yəni həyatdır əslində, bəli. Nə istədiyini bilirsə, nə etdiyini bilirsə, demək ki, lazım olan insan lazım olan şeyi götürəcək. Çox sağ olun Elnur bəy. Bitdi. Bəli, bitdi artıq. Hətta başqa qonağın da vaxtına girdik. Sizdən sonra çəkiləcək. Ürəyimiz doluydu. Mən sizinlə rahat söhbət elədim. Bir daha deyirəm, nəyə görə? Çünki siz artıq bu sahədəsiz. Və siz artıq məni bir sözdən duya bilirsiniz. Siz artıq jurnalist olaraq hər hansı bir başlıq altında, hər hansı bir önəmli cümləni şişirdərək, dəyişərək təqdim edib oxuyucu kütləsi yığmaq üçün deyil. Siz sadəcə olaraq yaradıcı insanla yaradıcı insan olaraq müzakirə apardınız. Doğru. Ona görə mən böyük çıxmasın, razılıq verdim ki, sizinlə danışa bilərəm. Yəni bir marağım oldu ki, söhbətimiz maraqlı alınsın.
Yaxşı da oldu. Məncə də. Deməli Elnur bəy, bizim bilirsiniz ki, layihəmizin adı etirafdır. Bir dənə onu bilmirəm. Hə. İndi mən qayda belədir ki, mən mikrofonu çıxardıb getməliyəm. Siz məni Siz- yönləndirə bilərsiniz ki, hansı Baxın kameraya. Özünüz tamaşaçı və siz hansısa bir etirafı edin, etməyə də bilərsiniz. Amma bunu etiraf edin. etmədiyimi də etiraf Hə, etməliyəm. yəni hansısa etirafınız ola bilər ki, etməyə də bilərsiniz. Amma mənə elə gəlir ki, sizin etirafınız olacaq. Mən- Elə də bir şey etiraf eləməyəcəm. Hə, mən Çünki gedim. sirli qalmağı sevirəm. Aha. Mən gedim, siz kamera ilə təkbətək Çox sağ qalın. olun. Siz sağ olun. Qaldıq səninlə baş-başa, göz-gözə. Görsən deyirlər ki, bəzən üz-üzə də qalırıq. Etiraf bölümündəyik. Etiraf edəcək çox şey var. Amma sizə deyəcək bir sözüm var. Mən Elnur Kərimov olaraq etiraf edirəm ki, bütün həmkarlarımı, bütün bu sahədə aktyor sənətində çalışan, həyatını həsr edən insanları çox sevirəm. Amma çalışın ki, təşəkkür etməyi bacarasınız, minnətdar olmağı bacarasınız. Siz bacardığınız halda hər şeyin ən yaxşısına layiq olacaqsınız. Mən hər hansı bir uğur əldə edirəmsə, bu ətrafıma olan hörmət, sevgi, diqqətlə bağlıdır. Bu da mənim etirafımdır. Çalışın, səmimi olun və çalışın ki, sizə dəyər verən insanları siz də dəyərləndirəsiniz. Görüşərik.